Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Bu video müraciətimdə müəllimlərin işə qəbulu imtahanına və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimlərinə dərs qruplarımız, aprel dərs qrupu, aprel sınaq qrupu, mövcud qruplarımız, dərslərimizin keyfiyyəti, gedişatı və nəticələri barədə ətraflı məlumat təqdim edəcəyəm. Lakin bu məlumata keçməzdən əvvəl, ilk əvvəl özümü təqdim etmək istəyirəm sizlərə. Düzdür, sizlərin böyük əksəriyyətiniz, hansı ki ötən il və daha əvvəlki illərdə, yaxın keçmişdə 2021, 2022, 2023, 2024, 2025-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edən müəllimlər məni tanıyırlar. Lakin hansı ki məni tanımayan müəllimlər var, mən istərdim ki, onlara özümü təqdim edeyim ən əsası. Həmin müəllimlər ya ilk dəfədir ki, müəllimlərin işə qəbul imtahanına hazırlaşırlar, yaxud da ki, uzun illər bundan əvvəl imtahandan keçib müəllim adını qazanırlar və ilk dəfədir ki, sertifikasiya imtahanına cəlb olunurlar. İlk dəfədir ki, müəllimlərin imtahanında iştirak edəcəklər və onlar məni tanımırlar. Lakin daha əvvəlki illərdə bilirsiniz ki, biz artıq 5 ildir ki, abituriyent sektorundan tamamilə uzaqlaşaraq MİQ sertifikasiya sistemi üzərində işləməkdəyik. Və bizim testlərimiz, dərslərimiz və nəticələrimiz respublikada ən yüksək nəticələr hesab olunmuşdur. Hansı ki, 2023-cü ildə şəxsən mən özüm, Rəhman Polad, Rəhman Süleymanlı, müəllimlərin işə qəbul imtahanının ən çətin ilində iştirak edərək respublika ikincisi olmuşam. 2024-cü ildə müdavimim respublika birincisi olub. 2025-ci ildə müdavimim respublika üçüncüsü olub. Və illər ərzində Rəhman Poladın testləri müəllimlərin işə qəbul imtahanında istifadə olunan test formatları ilə yaxınlıq dərəcəsinə görə alternatifi olmayan testlər sırasında bir ilkdir. Bunu tarixçilər bilirlər. Deməli, əziz və hörmətli müəllimlər, indi isə keçid edirəm sizlərlə dərs qruplarımız haqqında ətraflı məlumata. Düzdür, sizlərdən gələn çoxsaylı suallara hər zaman cavab verməyə çalışmışıq. Bu istər posterlər vasitəsilə olsun və yaxud sizlərin zənglərinizə cavablarla bağlı olsun, yaxud sizlərin yazdıqlarınız, ünvanladıqlarınız mesajlarla bağlı olsun və müxtəlif kontekstlərdə biz bunları ifadə etmişik, ətraflı məlumatlar təqdim etmişik. Lakin bütün bu çoxsaylı suallara bir dəfəlik istədim ki, bu video müraciətdə məlumatla təmin edim. Deməli, əziz müəllimlər, ilk əvvəl bilməli olduğumuz nədir? Bizim aprel ayında surət qrupumuz açılacaq, bizim aprel ayında sınaq qrupumuz fəaliyyətə başlayır və bir də mövcud qruplarımıza qeydiyyatımız davam edir. Hansı ki, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart qruplarına. İndi bunlar haqqında tək-tək qeydlərimizə keçid edək. İlk əvvəl mənimlə necə əlaqə yaratmaq lazım olduğunu bilirsiniz. 050 731 83 95 nömrəli əlaqə nömrəsi ilə və onun WhatsApp-ı vasitəsilə sizlər dərslərimiz haqqında gedişat barədə bütün suallarınızı ünvanlaya bilərsiniz, dərslərə qoşula bilərsiniz, qeydiyyata yazıla bilərsiniz və bizlər sizləri qruplara əlavə edə bilərik. Deməli, bu bizim nədir? Əlaqə nömrəmizdir. 050 731 83 95. Daha sonra keçid etdik sizlərdən aprel surət qrupları haqqında danışmaq. Deməli, əziz müəllimlər, aprel surət qrupumuz aprel ayının 9-dan etibarən başlanılacaq. Həftənin 3 günü, 2-ci, 4-cü və 6-cı günləri saat 21:00 ilə saat 23:00 arasında baş tutacaq. 2 mərhələdən ibarətdir bizim aprel surət qrupumuzda yaradılacaq olan qrup. Birinci mərhələ aprel ayının 9-dan etibarən başlanılır, mayın 25-nə qədər davam edəcək. Bu müddət ərzində biz aprel surət qrupu ilə 19 dərs keçəcəyik. Yəni biz Azərbaycan tarixi və ümumi tarixi böləcəyik hissəyə və 19 dərsdə birləşdirəcəyik. Həftədə 3 dəfə, 2, 4, 6-cı günlər. Birinci mərhələmiz mayın 25-də başa çatır. Artıq mayın 25-də dərslər başa çatdıqdan sonra biz ümumi təkrara başlayacağıq. Bütün qruplarla başladığımız kimi aprel surət qrupu ilə başlayacaq dərslərə. Amma bu birinci mərhələdən
kəskin fərqlənir ikinci mərhələ. Niyə görə? Çünki ikinci mərhələdə dərslər hər gün olacaq. Həftənin bazar günü daxil olmalı hər gün olacaq. Mayın 25-də başlayacaq, iyun ayının 27-sinə qədər davam edəcək. 32 dərs olacaq və hər gün dərs keçiləcək. Və bununla da proqramın təkrarını biz çox mütəşəkkil, çox təşkilatlanmış formada yekunlaşdırmağı bacaracağıq. Təkrarımızı etməyi bacaracağıq və saatlarla davam edəcək hər gün, həftənin bazar günü. Hər il olduğu kimi bu ildə bunu təşkil edəcək. Daha sonra aprel surət qrupları haqqında bizim ümumiyyətlə dərslərimizin gedişat prosesi necə olur? Dərslərimiz Zoom platformasına və Kurikulum AS saytına əsaslanır. Məsələn, simvolik olaraq misal üçün bir mövzu götürək. Məsələn, bizim mövzumuz olsun, tutaq ki, Azərbaycan Xalq Cümhuriyyəti. Biz dərslərimizi necə keçirik? Azərbaycan Xalq Cümhuriyyəti dərsini mən müdavimlərə tutaq ki, vermişəm. Eləmi? Müdavimlər Kurikulum AS saytı adlanan bir sistem var. Mən müəllimlərə kod, parol verirəm. Kurikulum AS saytı necə bir sistemdir? Necə ki, sizlər istifadə edirsiniz sosial şəbəkələr, Instagram, Facebook, YouTube və s. digər platformalardan istifadə edirsiniz. Belə bir tətbiqdir Kurikulum AS saytı. Və Kurikulum AS saytında müəllimlərin, repetitorların dərsləri var, testləri var, izahları var. Kurikulum AS saytı adlı sistemdə mən müəllimə parol şifrə verirəm ki, ödəniş dərslərimizə qoşulub, parol şifrə verirəm ki, bizim testlərimizə, dərslərimizə daxil olur. Görün, müəllimə saytla bağlı parol şifrə verdim, müəllim daxil oldu. Məsələn, misal çəkirəm, dərsimiz Azərbaycan Xalq Cümhuriyyəti dərsidir. Müəllim Azərbaycan Xalq Cümhuriyyəti dərsinin Kurikulum AS saytı sistemində video izahına baxır. Azərbaycan Xalq Cümhuriyyəti video izahına baxdı. Azərbaycan Xalq Cümhuriyyətinin daxil olub testini işləyir həmin sistemdə. Mənim tərtib etdiyim testləri işləyir. Daha sonra testi işlədi, bitirdi. Əvvəlki qrupların sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart istənilən qrupun Zoom sual cavablarından birini saytda seçir və dinləyir. Mən orada sual cavab edirəm və bütün müdavimlər üçün aktiv edirəm dərslərin hamısını. Yəni, hansı bir qrup əvvəlki qrupun dərsini dinləyə bilir. Mən saytda belə bir funksiyanı müəllimlər üçün işləy vəziyyəti gətirilmişəm. Müəllim əvvəlki qruplardan da istədiyi bir qrupun dərsinə baxır, sual cavabına baxır. Deməli, müəllim video izaha baxdı. Müəllim testi işlədi. Müəllim daxil olub əvvəlki qruplardan Zoom sual cavablarından birini də dinlədi. İkisini dinlədi, üçünü dinlədi. Ondan sonra dərsə tam hazır oldu. Və bundan sonra gəlir artıq həftənin müəyyən olmuş günlərindən birində. Məsələn, həftənin ikinci günü saat 21:00-da bizim dərsimiz başlayıb. Və bu dərsdə sual cavaba gəlir müəllim. Müəllimi mən başlayıram Xalq Cümhuriyyətinə bağlı suallar verməyə. Təbii ki də mən sual vermirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti nə zaman yaranıb. Çünki mən Manna dövləti nə zaman yaranıb sualını da heç müəllimə heç bir zaman vermərəm. Ona görə deyil ki, bu sual əhəmiyyətsizdir. Xeyr, çox əhəmiyyətlidir dövlətimizdə, tariximizdə, bizim milli və mənəvi hisslərimizdə. Lakin bir müəllimə veriləcək sual deyil axı. Müəllim onsuz da onları bilirdi. Sənin yanına hazırlığa niyə gəlir? Müəllim ona görə gəlir ki, onun dolaşıb qaldığı, ilişdiyi o xırdalıqlar var, o çətinliklər var. Onları bərpa etsin deyə gəlir yanına hazırlığa. Müəllim ona görə başqa bir müəllimlə, təlimçi ilə hazırlaşmaq qərarına gəlir ki, həmin xırdalıqları aşağı çıxarsın, onlar üzərində testlərlə, sual cavablarla möhkəmləndirsin. Buna görə gəlir müəllim təlimçinin yanına hazırlığa. Buna görə də bizim dərsimiz xırdalıqları, çətinlikləri, mix sertifikasiya potensiallı suallar, testləri əhatə etməkdədir. Müəllimə sual cavab etdim və edilən sual cavablar da, qrupdan edilən sual cavab da ekran kaydı olunaraq Kurikulum AS saytına yüklənilir. Və beləliklə müəllim istədiyi zaman o dərsə baxa bilir. Və dərslərimizdəki olan qruplardakı müəllimlərimiz də mən tamamilə demokratik bir təsisat yaratmışam. Hansı müəllimlər ki, məsələn, istəyirlər dərslərdə dinləyici qismində iştirak etsinlər, bunun üçün şərait var. Hansı müəllimlər saytdan izləyəcəklərsə, testləri işləyəcəklərsə, dərslərə baxacaqlarsa, sual cavaba baxacaqlarsa, amma Zoom dərsinə gələ bilmirlər, müəyyən işlərə görə ya vaxt çatdıra bilmirlər, ya repetitorluqla məşğuldurlar, ya başqa işləri var, ailə məişət zəminində və s. dərslərə qoşula bilmirlər, həmin müəllimlər saytdan izləyə bilirlər.
və yaxud dinləyici qismində iştirak edə bilirlər. Aktiv formada sual-cavabda iştirak edən müəllimlər üçün də tamamilə bir pluralist bir təhsilat yaratmışam. Hansı ki, saat əqrəbi istiqamətində əks edir bu. Məsələn, Elvira adında bir müəllimdən sual-cavaba başlamışam. Dərsimizin, mövzumuzun sual-cavabına başlamışam. Həmin müəllimlərin hamısının, qrupda olan müəllimlərin hamısının müəyyən dəqiqələri var. Məsələn, bir müəllimin 7 dəqiqəsi var, yaxud 10 dəqiqəsi var. Hər bir müəllimin sual payı var və hər bir müəllimin sıra növbəsi var. Tutaq ki, bu günlər birinci sual-cavab olan müəllim Vüsal müəllimdir. Artıq gələn səfərə Vüsal müəllim olur sonuncu. Ondan sonraki dərsdə olur sondan ikinci. Ondan sonraki dərsdə də yavaş-yavaş gəlib Vüsal müəllim ortaya çıxır. Sonra bir neçə dərs sonra yenidən qayıdır başa. Və bütün müəllimlər baxın belə dövr eləyir bizim Zoom dərslərimizdə. Belə bir yanaşma hesab edirəm ki, alternativsizdir. Deməli, və beləliklə bizim Zoom dərslərimiz və Kurikulum AS saytı sistemimiz də sizlərə məlum oldu. Yəni, Kurikulum AS saytı dərslərimizin video dərsləri orada var, mövzu izahları var, Zoom sual-cavablarımız var, testlərimiz var. Zoomda isə sual-cavab prosesimiz mövcuddur. Və müəllim bizim dərslərimizə qoşularaq 5000-dən artıq test işləyəcək, 500-dən artıq Zoom sual-cavabı əldə edəcək, bütün mövzuların hamısını video izahlarını əldə edəcək, materialları əldə edəcək və beləliklə müəllimlərin işə qəbul imtahanına və yaxud sertifikasiya imtahanına tam hazır olacaq. Daha sonra getdik burada aprel sınaq qrupları haqqında danışmağa. Əziz və hörmətli müəllimlər, aprel və sınaq qrupları haqqında nə qeyd edə bilərəm? Aprel sınaq qruplarımızda qeydiyyatımız da başlayıbdı. Necə ki, aprel surət qruplarına qeydiyyatımız başlayan kimi. Aprel ayının 5-dən etibarən sınaq qruplarımız başlayır. Sınaq qruplarımız link vasitəsilə, Kurikulum AS saytı sistemi vasitəsilə link göndəriləcək müəllimlərə hər sınaq. Müəllim daxil olub sınağı işlədiyi zaman o, necə ki, müəllimlərin işə qəbul imtahanında kompüter qarşısında testi ki, yoxlayır, səhvə düz, dəqiqə verir, bal verir, səhvə düz çıxır, o formatda sınaq. Yəni, konkret bildiyiniz müəllimlərin işə qəbul imtahanı və yaxud sertifikasiya imtahanı formatında olan bir sınaqlar şəklində işlənəcək müəllimlərə. Yəni, müəllimlərə sınaq göndərildiyi zaman qrupa daxil olan müəllimlərə müəllim linkə daxil olacaq, görəcək ki, orada dəqiqə var, görəcək ki, orada səhvə düz çıxma var və bal vermək var. Beləliklə testi işləyəcək. Və sınaq qrupumuz 15 sınaq imtahanını həyat edir. Bu 15 sınaq imtahanının 7-si mövzulara, konkret mövzu sınaq imtahanıdır. 2-si bölmə sınaq imtahanıdır. Biri tamamilə xəritə sınaq imtahanıdır. 5-i ümumi sınaq imtahanıdır. Və bunlar hamısı, hər birisi 40 sualdan ibarətdir. Yəni, 15 sınaq imtahanı 40 dənə testdən 600 test hesab olunur. Və müəllim bir ay ərzində 600 testi əldə etmiş olacaq. Deməli belə, aprel sınaq qrupları barədə də ətraflı məlumat verdim. Daha sonra isə mövcud qruplar haqqında da məlumat vermək istəyirəm. Deməli, bizim sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart qruplarımız mövcuddur və hansı ki müdavimlər olur ki, belə bir hallar baş verir ki, müdavim başqa bir repetitorla, başqa bir təlimçi ilə hazırlaşır, lakin dərslər onu qane etmir, müəllimin müxtəlif məsələlərinə görə narazıdır, ya test yoxdur, ya sual-cavab zəifliyi var, ya materialların zəifliyi var və s. Və təlimçini dəyişmək istəyir, gəlib aprel ayına çıxıb, amma kifayət qədər də mövzular keçir, təzədən sıfırdan başlamaq da istəmir və yaxud da ki, buna zamanı çatdıra bilməyəcəyini düşünür və beləliklə peşəkar dəstəkdən də istifadə etmək istəyir, beləliklə bizə müraciət edir və biz onlara müxtəlif təkliflər veririk ki, müxtəlif günlərin, müxtəlif saatlarında müxtəlif qruplarımız mövcuddur və müəllim ona müvafiq olan mövzularda olan qruplardan birini seçə bilər və həmin günü, həmin saatı seçə bilər ki, həmin qrupa yazıla bilər və dərslərini oradan davam etdirə bilər. Məsələn, sentyabr qrupu ilə dərslərimizi bitirmişik, təkrara başlamışıq. Təkrara da qədim Romanı keçmişik, ümumi tarixdən Azərbaycan tarixinə isə 11-12-ci əsr Azərbaycan mədəniyyətini keçmişik. Oktyabr qrupundan Azərbaycan tarixi proqramını bitirmişik, ümumi tarixdən də 2-ci Dünya müharibəsini gəlib çatmışıq. Noyabr qrupundan gəlib çatmışıq ümumi tarixdə Versal-Vaşinqton sisteminə, Azərbaycan tarixindən isə gəlib çatmışıq Azərbaycan Xalq Cümhuriyyətinə qədər.
Dekabr qrupu ilə Azərbaycan Xalq Cümhuriyyətinə qədər gəlmişik. Ümumi tarixdənsə yeni dövr İngiltərə və Fransaya qədər gəlmişik. Yanvar qrupundan sonuncu dərs ümumi tarixdən intibah mədəniyyətinə, Avropa intibah mədəniyyətini keçmişik. Azərbaycan tarixdən isə gəlib çatmışıq artıq 1-ci Dünya müharibəsinə. Fevral qrupundan deməli, axırıncı dəfə keçmişik Bizansı ümumi tarixdən, Azərbaycan tarixindən isə 17-ci əsr Səfəvilər dövləti dərsini keçmişik. Və mart qrupu ilə sonuncu dərs Romanı keçmişik, Azərbaycan tarixindən isə gəlib çatmışıq 11-12-ci əsr Azərbaycan mədəniyyəti dərsindən. Və bunların da müxtəlif günləri var, müxtəlif saatları var. Yəni dediyim kimi, hansı müəllimlər ki, ola bilər ki, özünü aşağı siniflərdə tamamilə hazır hiss edir və istəyir ki, mövcud qruplara daxil olsun və yaxud da ki, hansısa müəllim ola bilər ki, özünü başqa bir müəllimlə sınayıb, alınmayıb, qane etməyib və bizə müraciət edir, yenə də mövcud qruplarımızdan istifadə edə bilərlər. Deməli, əziz və hörmətli tarix müəllimləri, müəllimlərin işə qəbul imtahanına hazırlaşan və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimləri, mən müəllimlərin işə qəbul imtahanı və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad olaraq sizlərə aprel surət qrupumuz, aprel sınaq qrupumuz və mövcud qruplarımız barədə ətraflı məlumat təqdim etdim. Hər birinizə uğurlar arzulayıram.